Salam, xoş gördük, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Saray qəsəbəsində Kupçalı ev, tam əşyalı, evin içində nə var, hamısı evin içərisində qalmaq şərti ilə 136 min qiyməti satışa ev çıxarıldı. Saray qəsəbəsində 136 min manata Kupçalı ev satışa çıxarıldı. Real müştərilər olsa gəlib baxsız qiymətində endirim olunacaq. Bu evin kupçasıdır. Yəni alır almaz birbaşa düşəcək qeydiyyata, yəni nəqd satışa da yararlıdır, ipoteka da yararlıdır. Bu belə. Yerləşdiyi ərazi Saray qəsəbəsində Nazım Market var. Nazım Marketdən sağ tərəfdə. Köhnə məhəllədir, buranı bilənlər bilir. Torpağın sotu da burada bahadır, çünki quru məhəllədir. Yaşayışın tam mərkəzindədir. Deməli, prospektdə də çıxışı var, bu Nazım Market yoluna çıxışı da var. Deməli, Nazım Market tərəfə də çıxa bilirsiniz. Prospekt var, Tərlan yolu, orada çıxa bilirsiniz. Qonaq otağından başlamışıq çəkilişə. Bax, gördüyünüz hər şeydən çox izah eləməyəcəm. Hər şeydə təzə alınıb. Babası, yəni istifadə hələ demək olar ki, az olunub. Bu vəziyyətdə nə var, evin içərisində hər bir şey qalacaq. Yaşayış az olub. 5 otaqlı evdə, aşağıda qonaq otağı, yuxarıda 4 yataq otağı, aşağıda da bir qonaq otağı və mətbəx. Deməli, bax, evimizin girəcəyi, bir dənə Cəfət olsa buranı göstərin. Bax, evin girəcəyindən giririk, yeri bir dənə baxaq. Bax, bu hamısı isti poldur. Koridordur, hamam tualetdir, bunlar isti poldur. Hə, bu şkaf belə yığılıb, gözünüz paltar asmaq üçün, bax, gözünüz nə qəşək, səliqə samanı, hər şey qurulub. Ayaqqabı üçün ayrıdır, paltar üçün atlayındır. Bax, burada belə bir qaladovkadır, artıq əşyalarını yığmağa. Bura sanitar qovşağıdır, qurulub və hazır vəziyyətdədir. Bu sanitar qovşağıdır. Onda mətbəxə baxın, hələ. Zəhmət olsa baxın. Bax, görün nə böyük mətbəxdir, böyük və geniş. Bütün hər şey evin içərisində qalmaq şərti ilə qiymətli satılır. Şəbəkə pəncərədir. Pəncərələrin qabağı padagonlikli mərmərdəndir. Seksiya radiatorlar özü bahalılardandır. Baxın, görürsünüz. Yəni, gələndə burada yerində baxacaqsınız. Yaxşılarındandır. Evdə nə var, əşyalar hamısı yaxşı, qəşəng bahalı əşyalardandır. Yəni, gələndə inşallah bunları yerində görəcəksiniz. Mətbəxin üstü də burada mərmər, tökmə mərmərdir. Stol da bax mərmərdir. Bax, gələndə bunların hamısını bir-bir izah edəcəm. Sonra, bax, buradan pilləkənləri qalxırıq yuxarı 2-ci mərtəbəyə. Qoy bir dənə buradan. Hörmətli izləyicilər, bax, pilləkənlərlə qalxırıq, pilləkənlərdə tərpənmə yoxdur, səs yoxdur. Həqiqətən çox möhkəm tikilmiş bir evdir. Özü 1 ilə 2-nin arası monolitdir də. 1 ilə 2-nin arası monolitdir. Bəli, 1 ilə 2-nin arası monolitdir. Bax, bura çıxan kimi 2-ci mərtəbə 4 yataq otağı da buradadır. Bu bir yataq otağı, görürsünüz, əşyalarına qədər qurulub hazırdır. Bu, növbəti yataq otağı. Bu növbəti yataq otağı. Bir yataq otağı buradadır. Buradakı yataq otağında bax belə qapısı var. Açıb buradan balkona çıxmaq da olur. Bax, həyəti də bax belədir, görürsünüz. Evin ümumi çəkində həyəti görəcəksiniz. Bir yataq otağı da buradadır. Bir yataq otağı da buradadır. 4 yataq otağı yuxarıdadır, bir otaq aşağıdadır. Ümumilikdə 5 otaqlı evdir. Hətta 2-ci mərtəbənin sanitar qovşağı da var. Bu da 2-ci mərtəbənin sanitar qovşağı. Bax belə. 136 min manata qiymətində endirim olunacaq. İndi evimizin çölünə baxaq, həyətinə. Hörmətli izləyicilər, bu da həmən evimizin çöl görkəmidir. Bax belə. Padvalı da var. Haradasa bir 3 daşda kürsüsü var. Bax belə, bir dəyəcəklə 1 ilə 2-nin arası monolitdir, pəncərələri şəbəkə pəncərədir. Ondan sonra buradan padvalı bax, görürsünüz, əlavə veşlər, əşyaları yığmaq üçün. Qaz sayğacı, su sayğacı, işıq sayğacı var. Darvazanı bir dənə göstərin zəhmət olmasa. Darvazası da var. Bu da kombinin yeridir, bax belə. Bu da kombinisi. Hazır, yaşayışa tam hazır evdir. 136 min manata satışa çıxarılıb. Yola da yaxındır. Nazım Market tərəfdən də yol var, Tərlan yolu, Şaldı Saray tərəfindən də yol var. Saray qəsəbəsinin tam mərkəzindədir. 508-də də yaxındır, 503-də də yaxındır. 1 nömrəli məktəbə də yaxındır. 136 min manata satışa çıxarılıb, qiymətində mütləq endirim olunacaq. Sağ olun.